qonaq CV-lər nə deməkdir? Qonaq CV-lər ondan ibarətdir ki, biz eyni zamanda da bizim HR e-mailimizə gələn CV-lər var ki, eyni zamanda bizim sistem üzərində olmadığı üçün onları da analiz eləmək lazımdır. Bunun üçün belə bir bölməmiz var, qonaq CV. Bu nə deməkdir? Qonaq CV-də olan istifadəçilər bizim istifadəçi deyil. CV saytdan keçmədiyi üçün bunlar müsahibə, sual bankı, imtahan mərhələlərindən bu sistem, Sira sistemi üzərindən yararlana bilmir. Sadəcə olaraq buradan filtr eləyə bilərik, buradan eyni zamanda detallarına baxa bilərik, WhatsApp-ına zəng vura, e-mailinə kopyalaya bilərik və buradan seçilmişlər kimi seçib əməliyyatlar bölməsindən baxa bilərik və yaxud da qeyd kimi bunu rədd eləyə bilərik ki, artıq bu bizə lazım deyil, seçilmişlərin içərisindən baxaq. Toplu şəkildə də buradan CV-lərimizi yükləyə bilərik.